Bax, şəriət, təriqət, mərifət, həqiqət. O iki axırıncını mərifət, həqiqət də yazırlar, həqiqət, mərifət də yazırlar. Burada bir təriqət deyilən bir şey var. Bu təriqət bir növ şəriətdən sonra gəlir. Şəriətdən sonra gəlir. Bu bir növ bataqlıqdır, labirintdir. O birisi mərtəbələrə keçmək üçün bu labirintdir. Əsas buradan çıxmaq lazımdır. Çıxmağı bacarmaq lazımdır. Bu labirintdə ilişib qalanlar sufilərdir, çıxanlar ariflərdir. Orada ilişib qala-qala sufilər özlərini arif bilirlər. Allah Teala şeytana bütün, yəni hər şey eləmək qüdrəti verdi də tək Allahlığından başqa. Burada məsəl üçün sufi möcüzə də göstərə bilər, sufi nə desən eləyə bilər. Amma ariflər onların elədiyini eləməzlər heç vaxt. Arif fikirləşər ki, mən bilmirəm axı, mən haranın adamıyam ki, mən bilim ki, bu qüdrəti mənə Allah verib eləyirəm, ya şeytan verib. Onu görə eləməsəm yaxşıdır. Və yaxud bəlkə Allah mənə bu qüdrəti verib, məni yoxlayır. Məsələn, sehr elmi, cəfr elmi var da həyatda, sehr elmi var. Onu məsəl üçün böyük alimlər biliblər, bugün də bilən var onu. Amma bir dəfə ondan əgər istifadə eləsə, birbaşa cəhənnəmə gedər. O bir imtihandır. O onun imtihanıdır, mənim yox. O boyda şəxsiyyətin imtihanıdır. Məsəl üçün, sufi ənəl-haq deyib də, sufilər deyiblər ənəl-haq. Ariflər onu deməz. Ariflər o sözü dillərinə götürməzlər. Niyə? Çünki el arasında belə bir söz var. Görürsən, bir başqa cür danışıqda adama deyirlər ki, öz sözü danış. Bu öz sözü danış nə deməkdir? Bəyəm danışıqlar bəyəm paylanılıb ki, hərəsinə biraz verilir. Sözdür də, mən də dedimlər. Yəni, öz sözü danış, sənə aid olanını danış. Gücün çatdığın qədər yük götür. Ənəl-haq sözü, mən yeri, göyü yaradan Allaham demək olmasa da mənası. Hər halda mən haqam. Sözün mənası mən haq. Onu ancaq Allah döşünə döyə bilər ki, mən haqam. Yerdə olan ixtiyarı yoxdur. Sən Allaha aid olan sözü dediyin üçün səni soyarlar, səni asarlar, səni nə bilim nə eləyərlər, edam eləyərlər, filan eləyərlər. Sufilər onu deyər, ariflər onu demək istədikdə dillərini dişləyərlər. Məsələn, bir həqiqət var da həyatda, bunu mən məcburam deyim. Məhəmməd Peyğəmbər boyda dünyada arif yoxdur. Nəcəb bir dəfə ənəl-haq demədi. Deməzdi axı. O söz onun dilinə gələndə o necə deyərlər, dilini dişləyər ki, yox, bu söz mənlikdir, bu mənə aid olan sözdür. Onu Allah deyə bilər. Mən özümə aid olan sözü danışa bilərəm. Bu məsələlərdə sufilərlə, deməli, ariflərin yolları haçalanır. Məsəl üçün, o gəlir o vəhdət-i vücud məsələsi ki var, o gəlir 3 olur. Biri vəhdət-i mövcuddur, biri vəhdət-i şühuddur, biri vəhdət-i vücuddur. Vəhdət-i mövcud və vəhdət-i şühud filosofların nəzəriyyəsidir. Filosoflar deyirlər ki, bu yaranmışlar var ha, bunlar hamı var. Varlıq etibarilə bunlar var. Amma mən bu varlıqda Allahı tapmaq istəyirəm. Bu filosofların nəzəriyyəsidir. Sufilər deyirlər ki, bunlar heç biri yoxdur, sənə elə gəlir var. Bunlar hamısı Allahdır, sən nə görürsən Allahdır. Filosoflar onlara sual verirlər ki, bu heyvanat aləmi, deyirlər, bəli, onlar da hərəsi bir Allahdır. Amma ariflərdə vəhdət-i vücud məsələsi ki var, o vəhdət-i vücuda qulluq eləyənlər, ariflər deyirlər ki, varlıq etibarıyla bunlar hamı var, amma bunlar Allahın nişan verənlərdir. Nə Allahın özü deyirlər bunlar, nə də yox hesabında deyirlər. Yəni, varlıq etibarıyla özü var, belə şey yoxdur. Bunlar hamısı güzgüyə düşmüş şəkil kimidir. Bunlar Allahın təzahürləridir, görünən yerləridir. Həqiqətdə də bu cürdür. Füzulun qəzəllərinin birində belə bir şey var. Deyir ki, rəhrəqi irfana bəsdir sağəri sağı dəlil ki, məhi xurşididən bulmuş təmənnasın xəlil. Olsa istedadı arif qabili idraki vəh əmri həq irsalına hər zərrədir bir Cəbrail. Əgər arifdə birdən vəhyi qabul eləmək qüdrəti olsaydı, Allahın əmrlərini yerə çatdırmaq üçün hər zərrə elə bir Cəbrail mələkdir. Mələk axtarmaq lazımdır. Hər zərrə insan dırnağına baxmaqla tapar Allahı. Burada təzahürdür. Bu nədir belə burada? Burada hansı zavad var, bu maye şəklində gəlir, bura çatanda bərkiyir.
Niyə bu düz gəlir, əgər bu düz gəlirsə bərk halda, onda gərək insanların barmaqları tərpənməsin, qolu tərpənməsin. Deməli, maye şəklində gəlir. Maye şəklində gəlir, insanın bədənində 2 dənə cansız üzv var. Biri dırnaqdır, biri tük. Cansız da ona görə ki, bunları kəsəndə ağrıdmaz insanı, bunlarda can yoxdur. Amma burada bir zavad yaradan ki, bu maye şəklində gəlir, havaya çıxan kimi bərkiyir. Həm tullantıdır, kəsib atırıq, həm də bunsuz işimiz keçmir. Bunsuz mümkün də işimiz keçmir. Saç da həmçinin. Həm tullantıdır, kəsib atırıq, həm də insanları bir-birindən ayıran ancaq bu xət ki var ədəbiyyatda xət sözü 7-dür də, yəni həmən bu saçdır, sonra bığdır, sonra qaşlardır, kipriklərdir. Bunlar da insanları bir-birindən ayıran. Əgər bunları yolsalar, təmizləsələr, insanlar fantomas kimi hamısı bir-birinə oxşayar. İnsanları bir-birindən ayıran bu cizgilərdir. Bir də batini cizgiləri var ki, o da 7-dür. Üzdəki də 7-dür, batindəki də. Batindəkini görmə qabiliyyətini Allah Taala verib rəssamlara. Rəssam batini xəttləri gördüyü üçün onları yerinə qoyur, oxşadır. Amma mən onu görə bilmədiyim üçün nə qədər birinin şəklini çəksəm oxşada bilmərəm. Çünki o batini xəttləri bilmirəm, hansı aradan keçir. O onu görür. Sənət də ruhu dünyaya bağlanmasa sənət olmur. Bəli. Həm şairlik bir cür, rəssamlıq bir cür, musiqi bir cür. Sizin fikrinizcə, Ələmdəvan, demək, irfanlıq əslində o ariflik, müdriklik səviyyəsində olmağın özüdür, hə? Ariflik, yəni o əsl tanıyanlar olardı. İrfan əhli də deyəndə siz onları nəzərdə tutursunuz. Sufilər hər şeyi bilər, ariflər heç nəyi bilməz. Ümumiyyətlə, arif deyir ki, mən nəyimə lazımdır, alıma necə yetişir. Bunun alimi var, geçsin, öyrənsin də. Mənə lazımdır ki, bu var. Tarih. Füzuli Leyli və Məcnun əsərində bir qəzəl işdir. Öyle sərməstəm ki, idrak etməzəm, dünya nədir, məşhur qəzəl. Mən kiməm, saği olan kimdir, meyi səhbanıdır. Gərçi canandan dili şeyda üçün kam istərəm. Sorsa canan bilməzəm kami dili şeyda nədir. Hikməti dünya və mafiha bilən arif deyil. Arif oldur bilməyə dünya və mafiha nədir. Dünya və mafiha sözünün mənası dünya və dünyada olanlar deməkdir. Dünya və onda olanların hikmətini bilənə arif deməzlər. Arif kimdir biz? Arif o da heç bilməsin dünya nədir, dünyada olanlar nədir. Bunlar yəni ariflər bunlardır və bunların yolları tamam həmən o ikinci təriqətdən sonra gedər mərifətə çatar, gedər həqiqətə çatar ki, onlar ancaq həqiqətlə üzbəyiz olarlar, hər şeyi bilərlər onlar. Ədəbiyyatda inkişaf olmaz ondakı. Ədəbiyyatın inkişafı üçün filan alim söz deyib, Allah rəhmət olsun. Filan alim söz deyib, sağ ol, Allah can sağlığı versin. Bəs sən nə deyirsən? Axı sən bu meydana atılmışsan ki, mən də varam. Mən də varam, əgər deyirsənsə, öz sözün olmalıdır. Öz sözün yoxdursa, çıxır qırağa. Sən nə ixtiyarım onda mənə deyirsən, sən düz demirsən. Sənin heç öz sözün yoxdur axı. Sən kimlə, o adamların ki sözünü mənə çatdırırsan, onları hələ mən oxumuşam, əzbər də bilirəm. Sən zəhmət çəkib onları mənə tanıtdırma. Mən elə onların yazdıqlarından nəticə çıxartmağa çalışıram. Yəni, mən özümdən danışmıram, ha, ümumiyyətlə, yəni. Yox, fikir aydındır, hə. Bir qrup insanlar. Yəni, bu baxımdan Füzuli şeiriyyatının bütün şairlərə baxanda bir müsbət xüsusiyyəti var. Yəni, onu başa düşmək üçün. O da açar məsələsidir. Füzuli hər hansı bir qəzəli açmaq üçün beytlərin içində onun açarını gizlədib. Bir söz. O bir sözü dərk eləyəndən sonra, başa düşəndən sonra qəzəli açmaq mümkün olur. Misal çəkə bilərsən? Məsələn, həmən o bu beytdə, dediyim beytdə. Bu arsız sözü var. Ədəbiyyatdakı bu işlədir Füzuli burada. Arsız nəyə deyirlər? Ədəbiyyatımızda bizim, var ki, romanlarımızda nədə bu başqa məsələdir. Klassik ədəbiyyatdan söhbət edirik yaxı biz. Füzuli kimi kişilərdən danışırıq. Füzulinin nəzərində arsız kimdir? Onun üçün irfan xırdalamaq lazımdır, varaqlamaq lazımdır, onun üçün gecələr yatmamaq lazımdır, müəyyən mənbələrə axtarmaq lazımdır, onun üçün Şeyx Mahmud Şəbistəlinin Gülşən-i Razini açmaq lazımdır, onun üçün təxminatı və elə axır, yəni kitablar var da. Burada deyirsən, görürsən ki, arsız o adama deyirlər ki, hələ zənnlə gümanın arasında qalıb.
Nəsimidə belə bir şey var. Çün yəqin bildi Nəsimi eşqini oldu qəni, ol yağını sən güman etmək dilərsən, etmə gil. Nəsimi eşqini yəqin mərtəbəsi var bir dənə. Yəqin mərtəbəsi hər hansı bir işdə orta xəttdir. O orta xəttin hər iki tərəfi uçurumdur. Bir var təfrid, çoxluq, bir var azlıq, bir də var etidal. Etidal orta xəttdir. O orta xətt ariflərin işidir. Orta xətt yəqin mərtəbəsidir. Yəqinin bir tərəfi zəndir, bir tərəfi gümandır. 50 il ömrünü zənnlə gümanın arasında 50 il ömrünü sərf eləyib, hələ yəqini tapmayana, ədəbiyyatda deyirlər, arsızdır bu. Avarə həmən sözdür, həmən adama deyirlər. Səhra deyəndə klassik ədəbiyyatda həmən o mənzil nəzərdə tutulur. Yəqinlə, zənnlə gümanın arası. Füzuli demək istəyir ki, bu Füzuli var, bu hələ zənnlə gümanı arasında çapalayan arsızın biridir. Bu gəlib şəriyyətdən danışır, bu gəlib həqiqətdən danışır. Bana 100 dəfə dedim ki, bu zöhddən əl çək. Əgər orada sən zənnlə gümanın arasında yəqini tapmaq istəyirsən, şəriyyətdən gəlib çıxasan yuxarı. Şəriyyətdə qalmaqla sən yəqin tapa bilməyəcəksən. Yəqini tapmaq üçün təriqət keçməlisən, mərifət keçməlisən, həqiqət keçməlisən ki, sən gedəsən o yəqini tapasan. Yəqinlik hasıl olandan sonra onu deyirlər, bu həqiqət əhlidir. Yəni insan ola bilsin ki, elə insanlar olub həyatda yəqini tapıb, gecə abi gündüz yalvarıb Allaha ki, ay Allah, bunu al məndən, bu mənlik deyil. Bayra çıxıram, cəmaatı hərəsini bir heyvan cildində görürəm. Mən bu boyda yükü... Kitablarınızda, ümumiyyətlə yaradıcılığınızda bir kamil insan anlayışı ortaya çıxır. Kamil insan sizin Ələmdar Mahirin anlamında kimdir? Kamil insanda 4 əsas xüsusiyyət olmalıdır. Bu 4-lərin birincisi hikmətdir. Yəni elmli olmalıdır. Kamil insan. İkincisi şücaətdir. Şücaəti olmalıdır onun, yiğitliyi olmalıdır. Üçüncüsü iffətdir. Hayavır olmalıdır. Mentalitetini qorumağı bacarmalıdır. Bilməlidir, mən insanam, mən kiməm. Dördüncüsü ədalətdir. Bu 4 xüsusiyyət bunda cəm olmalıdır. Əgər bu 4 xüsusiyyəti mən indi istəyirəm özümdə cəm eləyim, nə eləməliyəm? Hikmət əhli olmaq üçün 11 xüsusiyyətim olmalıdır. Şücaət əhli olmaq üçün 14 xüsusiyyətim olmalıdır. İffət əhli olmaq üçün 8 xüsusiyyətim olmalıdır. Ədalətli olmaq üçün 13 xüsusiyyətim olmalıdır. Bu xüsusiyyətlərin də hərəsinin qarşısında 2 dənə bunlar fəzilətlərdir. Hərəsinin qarşısında 2 dənə rəzalət yanır. Yəni bir fəzilətə qədəm qoymaq üçün, bir fəziləti qazanmaq üçün 2 rəzalətdən özünü qorumalısan. Bir cür insan vardı, var idi, yox idi. Yoxdur, yoxdur. Onun varlığı da yoxa bərabər idi. Bir cür insan var idi, var idi, yoxdur, yoxdur. Onun varlığı var idi, xeyrə, şərə yarayan, öldü getəyəsin qalmadı ondan, pis adam da deyirdi. Bir cür insan var idi, bir cür insanlar var olub ki, var idi, yox idi, yoxdur, vardır. Onun varlığı öləndən sonra bilinir ki, ay göz biz kimi itirmişik ya. Bir cür insanlar var ki, əsl kamillər. Var idi, yoxdur, vardır.